Salam dostlar, hər birinizi bu gözəl çiçəklərimlə birgə salamlayıram. Bu günlərim, bu gözəl güllərimi mən bilirsiniz də, mənim çöldə həyətdə idi. Qonşu ilə arada olan zambaqlarımdır bu. Bunları qırdım, gətirdim hamısını belə sularda evə qoymuşam. İnanırsınız, evimizin bütün otaqlarında bunun qoxusu var. Çox gözəl qoxusu var. Biraz gördüm ki artıq bütün budaqları, çiçəklərini açıb qutarır, axıra yaxındır. Mən də qırıb bunu belə evə gətirmək istədim. Dedim biraz da evdə gözümün önündə olsun. Belə çox gözəl qoxulu, mis qoxulu zambaq. Çox da gözəl görünür. Belə yığmışam. Axşam da qəşəng idi. Bu çiçəklər də var idi. İndi biraz solubdular onlar. Amma qalanları hamısı yaxşıdır. İndi bu da solana qədər çox gözəl görüntü olacaq evimizdə. Həm də gözəl qoxusu yayılıb bütün evlərimizə. Çox xoşuma gəldi bundan. Bunların demək olar ki, mən artıq son videolarını çəkirəm. Ona görə də istədim ki, bugün də videomu bunlarla başlayayım. Bunlarla bir də yəqin ki, gələn il Allah sağlıq eləsin, gələn il videolarımız olacaqdır. Bunların son çiçəkləridir. Mənim də zambaqlarla başladığım son videodur. Belə evimizə qoymuşam. Buradan sizinlə belə bir video başlayıram. Gözəl çiçək dostlarım. Belə görürsünüz ki, çox gözəl görüntüsü də var. Çox xoş da görünür. Gəldim bir digər gözəlimin yanına. Bu da mənim ceyran gözümdür. Yenə aldıqlarımdan. Bu da çox qəşəng çiçəkliyikdir. Çox xoş görünür. Görüntüsü də çox gözəldir. Biraz soyuqlar keçir. Amma ona baxmayaraq güllərimiz yenə də açmağa davam edir. Çünki artıq bunların vaxtıdır. Bunların dönəmləridir. Hələ ki düymələri biraz çoxdur. Biraz düymələri var. Amma bunlar bilirsiniz də, ildə bir dəfə çiçək açan növlərdir. İldə bir dəfə çiçəkləyirlər. Amma gözəl çiçəkləyirlər də, öz göstərişlərin bizə tamamilə nə varsa sərgiləyirlər. Bizi belə özlərinə heyran buraxırlar. Bu belə gözəl olanımdır. Rozvolu. Amma bu ağlıdır. Eyni çiçəklər ola bilər, amma ağlıdır. Amma külək ilə elə qoymur ki, bunların üstündə bir çiçək dayanır. Hamısını külək tökür, külək xarab edir. Belə bu gülümdə görürsünüz ki, nə qədər toxum kapsulları çıxardır. Ancaq toxumlamaqla məşğuldur. Mən ona görə də bunu istəyirəm, qırmaq istəyirəm. Bir də qırmaq da istəmirəm. Bilmirəm, amma çiçəkləri tamam bu gülümdən deyəsən bu tozlaşıbdır. Belə ikisi toxum kapsulları çox çıxardır. Bilirsiniz, mənim keçən illərim özümün bitiriyim toxumdan olan geranım var. Bu rəngdə olan geranımla başqa bir geranın qarışığı idi. Başqa fərqli bir rəng çıxdı ortaya, amma yerli rəngi oldu. Elə bil bu rəngi açmadı. Onun al qırmızı rəngi açdı. Belə çox biraz adamı yoran bir olur, yorur da adamı. Nə vaxt çıxacaq, vaxt gözləyirsən, nəsə açacaq, biraz adam yorulur. Ən yaxşısı xoşunuz gələn geranla bir budaq qırıb əkməkdir. O daha qarantilidir, yəni bunu əkdiyiniz kimi də çıxır. Amma toxumdan bilmək olmur. Fərqli rəngləri ola bilər ki, bəlkə də belə prob eləməyə dəyər yəqin ki. Bunun gözəlliyi. Qırmızı da demək olar ki, tam açıb. Qırmızı qırçınlı da tam açıbdır artıq. Çox da gözəldir. Bu al qırmızı olan sarduniyamda nar çiçəyi rəngli demək olar ki. Bu da yaxşıdır, bu da gözəlliyin göstərir bizə.
Qəşəngdir bunlar. Bunlar hələ ki boyu uzanmayıb, amma bol çiçəkdədir. Bu geranımın istəyirəm ki, toxumlamağını istəyirəm. O da niyəsə toxumlamır. Bunlarda toxum olmur. Hibrit sortlarda toxum olmur. Amma yerli qarışığı olan sortlarda toxum olur. Askıda olan pelargoniyamdır. Onu da qırıb hədiyyə verə-verə da tamam seyrəkləşibdir. Belə. Bunda belə bilmirəm niyəsə. Belə bir çiçəyi belə qırılıb düşüb yerə. Bilmirəm ki, amma quş eləməz bunu. Quş qırmaz bunu, bəlkə də kimsə ilişib qırılıb. Nələr olubsa bilmirəm. Belə taxım bura. Maraqlıdır, bu niyə qırılsın? Bu da çox gözəlliyin göstərir. Göz qamaşdıran bir gözəlliyi var. Bunda mənim bu sevimli gözəlim. Amaralislərim də açıb. Bir dənəsi açıbdır. Bu ağ olan yerli olan geranımdır. Görürsünüz ki, indi başlayıb çiçəkləməyə. Hələ ki, indi bunların çiçəkləri də gəlir. Bu da ağappaq. Ağappaq örpəyə bölünəcək. Belə qatlı olan ağdır bu da. Çox qəşəngdir. Gəldim bura amaralisimin yanına. Artıq ikinci çiçəyin açmağa çalışır. Belə ücə başlayır ki, aça. Bu da qəşəngdir. Hələ ki, indi ikincidə o da gəlir. Bu birisilərdə hələ bir şey var imiş burada da. Elə bildim bir yarpağın arxasında da görükmür. Bunda da var imiş çox. Bunları bilirsiniz də mən nətər çıxardıram hamısını payızda. Bir aydan sonra təkrar əkirəm. Onda qəşəng olur. Yarpaqlı filan belə çıxardıram. Kökün qırıram, soğan kimi. Yarpağın bəzən kəsirəm, bəzən kəsmirəm. Birdən olur ki, yarpağından belə bağlayıb asıram bir yerə. Bir aydan sonra da təkrar yenə əkirəm. Amma bəziləri var ki, daimi yerdə olanlarım var. Onları çıxartmışam yerdən. Əkmişəm başqa qablara. Elə də eləyə bilərsiniz. Yerdə də qəşəng olur. Çəkmişəm dəfələrlə sizə. Yerdə də qəşəng olur. Qablara bax belə əkmişəm. Bunlar da hələ indi gəlir. Çiçək safları indi qoyur. Səbirsizliklə bunların da çiçək açmağını gözləyirəm. Belə. Burada amma bir dənəsinin belə ortasındakı soğanı deyəsən bu xarab olubdur. Belə bu xarab olub deyəsən bunu buradan çıxarda bilsəm yaxşı olar. O xarab olubdur. Yerdə olanım idi. Birinci dəfə onu çıxartdım. Onu balaca qava etmişəm. Yanlarındakı balaları böyüyür amma onun özü quruyubdur. Xarab olub. Liliyam da artıq düymədədir. Sarı liliya, ətirli, bol ətirli liliyam. Və mənim bu Bakıdan gətirdiyim gülüm bilirsiniz. Sizlə bərabərəm bunu. Bu da artıq yarpaqlamağa başlayır. Yarpaq verən zoğları var. Buradan da göstərim sizə. Yeni yarpaqlar gəlir. Böyle. Görürsünüz. Qəşəng yarpaq zoğları çıxır. Kök budaması vacibdir. Torpaqdan da çox şey asılıdır. Bu da belə yarpaq çıxardır. İnşallah bunlar yarpaqlanmağa başlayandan sonra bir dənə qava alıb bunları üçün bir arada qava əkəcəm. Da elə bir dəfəlikdə o qabda qalacaqlar. Bu da ceyran gözlərdir. Yanına əkmişdiyim sort olan təzə aldığım ceyran gözünün növüdür. Onlardan əkmişdim yanlarına.
Deyəsən bunlar da bitməyə çalışırlar. Çünki təzə yarpaqlar gəlir. Ondan bilirəm ki, bitiblər artıq. İndi belə başlayıb kök vuracaqlar yerə. Yəni bunları da sizə göstərmək istədim ki, bu təzə artıq bunlar kök verməyə başlayıb. Amma bu amaralisdə hələ ki bir şey yoxdur. Bu ağalanımda, qar kimi gözəl olanımda hələ ki bir şey yoxdur. Bu da inşallah ki bir yaşıl bir yarpaq bizə verər və biz də ondan da bərabər bilərik ki, artıq bu çiçəkləməyə başlayacaq. Daha doğrusu torpağa kök verməyə başladığını onda biləcəyik. Bu da kitajskır ozamdır. Budamışam, görürsünüz nə qəşəng yarpaqlayır artıq. Hamısında belə yarpaq işarələri var. Görürük ki, bu da canlanır. Belə əziz dostlar, buradan da sizinlə sağollaşıram. Yeni videolarda inşallah ki görüşərik. Allah'a emanet olun.